Məsələn, ata-ana övladlarının yaşı ilə bağlı qaydaları bilməsə düz tərbiyə eləyə bilmir. Deyir, uşaq mənimlə pis olub. Elə bilir ki, nəsə faciə baş verib, uşağın buna məhəbbət azalıb. Amma bilsə ki, müəyyən yaşda uşaqda ictimailəşmə meyli yaranır, sosiallaşma. Bir qədər, necə ki, cücələr həmişə toyuğun yanında olmur, müstəqilləşir bir müddətdən sonra. İnsanda da bir yavaş-yavaş, demirəm, ailə bağlarını tam kəsmək. Ailə bağlarından əlavə ictimai bağlar yaranır, çevrə istəyir, dost istəyir, müəyyən yaşda bu yaranır. Onda elə gəlir sənə ki, onun sənə məhəbbəti zəifləyib, halbuki elə deyil. Onu bilsən, orada həssas davranacaqsan, şəraitə uyğun davranacaqsan. Bu bir qaydadır. Yəni, faciə baş verməyib. Bu müəyyən yaşın tələbidir. Müəyyən yaşda bu baş verir. Uşaq görürsən, dostda çevrəyə meylənir. Onun yaşları var, müəyyən qaydaları var. Amma bunu bilməyəndə nə olur? Gəlir mənim kimi birinin yanına, deyir, səbr elə, eyb yoxdur, Allah səni balonla imtihana çəkir. Falan elə, yenə yüklülür imanın üstünə hər şeyi. Buna da çətin olur, nə qədər səbr eləyim? Elə hər şey oldu, deyirsən, səbr elə, səbr elə. Amma başa düşsə, səbr eləyəcəyi yenə də asan olacaq. Pragmatik yanaşacaq, həllini axtaracaq. Optimal yollar tapacaq məsələlərin həlli üçün. Çünki qaydanı bilir, yolu bilir.